Hazırda yaz fəsli girib və baharın gəlişi bizim təbiətimizdə də, bizim daxilimizdə də bəzi proseslərə səbəb ola bilir. Yəni yenilənməyə və eləcə də hansı ki bəlkə də uzun müddət baxmadığımız və ya da ki bastırdığımız, tamamlamalı olduğumuz məsələləri tamamlayıb yeni bir perioda keçmək üçün, yəni yenilənmək üçün əslində bəlkə də fürsətdir. Biz də daxilən əslində təbiətlə çox harmonik bir şəkildə irəliləyirik. Əslində bir yerlərdə öz içimizə dönüb baxsaq və fərqinə varsaq, ona görə də bu period yenilənmə periodudur və əgər geridə qoya bilmədiyin və ya da ki bitirə bilmədiyin məsələlər varsa, bunlara baxmağını tövsiyə edərdim. Görəsən bunlar nələrdir? Bu münasibətdirmi, bu insandırmı, bu vərdişdirmi? Görəsən yenini seçsən və bu səhifəni bağlayıb yeni bir səhifə açsan, nələr baş verə bilər, nələr baş verər və sənin o yeni versiyana nələr xidmət edir, nələr xidmət etmir, bunlara baxmağını istəyərdim. Bunları bir sorğula, gör nələr çıxacaq. Belə.